Herkese selam. Bugün sizlerle birlikte iki takipçimin doğum gününe gideceğiz. Birincisi fanımındı, ikincisi de ki beni seven ve yanında olmağını istediğim bir takipçimdi. Bu arada doğum günlərini getdiyim takipçilərin heç biri mənim yaxınım və yaxud da qohumum ya da ki sinif yoldaşım falan deyil. Bunlar mənim ilə Pinterest'te tanış olublar. Pinterest'te adımı zaten açıqda qoymuşam. Orada da adım Zenix Official'dı. Oradan da mənimlə tanış ola bilərsiniz. Burada artıq aeroportda qapıdan keçdim və aeroporta mindim. İlk doğum günümüz İsviçrədə olacaq. Bu arada bu doğum günü aylar önce olmuştu. İyunda olmuştu. Sadece ben editleyip atmamıştım. Yani ötüz baxışım kesmemişti. Son attığım videom kesenden sonra da zaten benim öz problemlerim olmuştu. Ona göre editleyip ata bilmemiştim. Bu geldiği çatdıq və otelə mindim. Bu arada günlük vloglar çəkirəm. Zaten beni izleyenler bilər. Artıq uzun vloglara da çəkməyə başlayacağam. Üzümü göstərdiyim vloglar. Burada evi turlayıram. Çok şirin bir eviydi. Gerçekten belə evləri çok sevirəm. İsviçre'nin evləri daha ayrı gözəldir. Bu arada Robux'da olan evlər çok daha gözəldir. Mən oralara da getmişəm. Yani getmənizi tövsiyə eləyərdim. Bəli, burada evi turlayıram. Kiçik bir mutfaq var. Burada çok şirin idi. Bu güzel mənzərənin önündə köprümü içirəm və gerçekten mənzərə çok güzeldi. Burada televizyora baxıram. Burası benim otağımda. Bir de gördüm ki qapı çalır ve sipariş verdiğim şarlar gəlib. Doğum gününe bu şarlar ile gideceğim. Səndə mən həmin qız, yani fanım bu şarların ağından alınmış, qatıb qaçışdırıb şəkil çəkdik. Durdum ve çok güzel bir hava var idi. Gerçekten mənzərə mükemmeldi. Səhər yeməyimi isə bu şəkildə edirəm. Ardından biraz uzanıram. Bu kreslo çok şirin idi yani. Çok güzel görünür. Her şey şirin demem, şakam bu arada. Her neyse ardından küçük bir makyaj eləyirəm. Kısacası burada hazırlaşıram. Bu arada gündəlik vloglarımda olan makyajımı çox soruşmusunuz. Genelliklə gündəlik makyajlar eləyirəm, amma çox sayda makyajlar tercih eləyirəm. Burada isə artıq makyajım bitir və gedirəm. Burada şirin almaq istirdim, lakin bilmirdim hara gəlim. Burayla da zaten mən yeni tanış olmuşam. Burada gəlirəm və seçimlər çox idi. Mən isə bir neçə şokolad tercih eləyib yollanıram Fondaya restoranımıza. İsviçrədəki ilk və tək restoran burada. Daha doğrusu yemək restoranı burada. İndi isə mən kombinimi etdim və gəldim. Bu arada kombinime bayıldım. Gerçekten en güzel, mükemmel bir rengi seçmişim ve en güzel giyindiğim paltoların arasında bu olabilirdi. Burada oturmuşuq. Bu arada bu ad günü 2 nəfər olaraq tercih eləmişdi. Yəni sadəcə 2 nəfər idik. Ardından keçdim şəkil falan çəkməyə. Berevanoya'da şəxsi bir tort yoxdur. Yəni şirniyyatlarla biz genel olaraq ad günləri falan qeyd edirik. Fanım dedi ki, sən tortu filəməsən olmaz. Ona görə mən də filədim. Burada çəkdiyimiz bir akım var idi. Onu da burada şortumdan görə bilərsiniz. Keçdik əyləncə və oynama vaxtına. Burada oynayırıq və fanımın hazırladığı bir rəqs var. Bu arada fanım deməyimə baxmayın, adı Zəhradır. Burada isə mənim çağırdığım klonlar gəldi. Daha doğrusu mələklər gəldi. Bu arada bu şəxsi anlaşmadır. Yəni biz anlaşaraq belə klonlar çağıra bilirik YouTuberlar ilə. Bu mələk isə mənim çox xoşuma gəldi. Keçən dəfə bir takipçi məni xınasına dəvət eləmişdi. Orada isə bordo rəngdə bir mələk çağırmışdım. Gün sonra isə həmin takipçi məni belə bir konsertə dəvət eləmişdi. Bir avqust isə başqa bir takipçimin doğum günündəydik. Bu səfər tək olmamağı tercih elədik. Bu arada gələcək bir çox takipçim olacaq idi, lakin işləri çıxdı və bir neçəsindən səs çıxmadığı üçün gələ bilmədilər. Burada isə mən oynayıram və ev çox gözəl idi. Həqiqətən buraya mən də eləsək mələk falan çağırmaram demişdim, amma takipçim isə mənə cavab olaraq əsas odur sən yanımda ol, mələk falan istəmirəm yazmışdı. Yəni burada yenə də üçün çox sevirəm. Burada isə ona bir sürpriz eləmişəm.
arada hediyeden önce bayağı bir güzel şekiller çektirmiştik. Gönderimde ve kapak fotoğrafında görebilirsiniz. Ardından Burak Əvənin karnavalına gelip takipçimin gösterisini izləyirəm. Burada isə ona elədiyim kiçik bir sürpriz havai fişəklərlə günü bitirirəm. Görüntüləri isə mükəmməl idi. Sağ olun.